Şəriət mi gələcəkdi? Gənc qız dindar və ya mühafizəkar biri değildi. Onun fikrincə istəsə belə həyatı buna imkan verməzdi. Amma nədənsə buna qarşı çıxacaq gücü özündə tapa bilməmişdi. Bəlkə də olması gərəkən bu idi. O bu rejimdən heç bir fayda görməmişdi. Bəlkə İslami rejimdən görərdi. Sonra İslami təbliğatları xatırladı. İslamın yaxşı tərəflərini də eşitmişdi, amma pis olduğu deyilən tərəfləri də vardı. Amma kimin fikrincə pis idi? Qüsurlu insanın mı? Evdə isə sandığı kimi sərxoş qardaşını deyil, ekran qarşısında maraqla xəbərləri izləyən qardaşını gördü. Xəbərlər bu hadisələri bas-bas bağırırdı. Ölkəyə xaos hakim idi. Hər kəs tamamilə fərqli düşünürdü. Bir-birindən uzaq düşmüş iki qardaş bacı, bəlkə də ilk dəfə divanda yan-yana oturub bir-birinin gözlərinə nigarançılıqla baxdı. İndi nə olacaq Məhməd? Bilmirəm, amma yaxşı şeylər olmayacaq kimi görünür. Son zamanlarda ilk dəfə evə gələndə səni sərxoş görmürəm qardaş. Bəlkə də düşündüyümüzdən daha yaxşı olacaq hər şey.